Herkese salam, kanalıma hoş geldiniz. Müğənni Aysun İsmailova qızı sevgi ilə yeni paylaşım edib. Sözü edən görüntüləri təqdim edirəm. Buyurub izləyə bilərsiniz. Yeni xəbərlər izləmək üçün, bir də kanalımıza abunə olmaq üçün səhifəmizə abunə olmağı, videolarımıza like etməyi, kanalımıza və bizə dəstək olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Ay kızım, bu ne saçtı kurban oğlum? Get arayayım saçlarını. Yığım qəşək. Bunu belə qalsın, belə vızbaş. Bu ne sifətdir? Недовольныsan yenə. Недовольная. Kızım. Kes saçlarını da. Qəşək belə yığar. Ne oh. İstemem. Niye? Belə qalsın. Belə qıvırcıq. Belə qıvırcıq qalmaq istəyirsən? Vızbaş belə. Vızbaş. Ay tutuşum. Aycım. Belə qalaq balam. Belə vızbaş. Şuna kupon ol. Anne. O ne sifətiydi? Sabahın xeyir. Sen de dönən? Bu ne sabahın xeyir? Собаки. Deyirəm, доброе утро. Робота. Good morning. Команды. Deyirlər bugün sevgililer günüdür. Bence sevginin günü olmur. Eğer sevgilin yanındadırsan, onun elini tutabilirsənsə, onun gözlərinə baxanda özünü evində hiss edirsənsə, əsl bayram onda olur. Məncə sevgi hansısa təqvimdə seçdiyin, işarələdiyin bir gün deyil. Sevdiğin insanla keçirdiyin hər adi bir günü bayrama çevirməkdir. Ne bileyim. Bence sevdiğinle olduğun her gün senin için bayramdır.